Real Madrid halal. Hər birinizi salamlayırıq dostlar. Ümid edirək ki, işləriniz qaydasındadır. Siz Peñablancas fan klubunun YouTube kanalındasınız və bu bizim ənənəvi flaqman verilişimiz Halal Madriddə artıq 21-ci buraxılışdır və madəm ki biz çox gözəl, fəxrli şəkildə Bayern Münchenə uzaraq Çempionlar Liqasına vidalaşdıq. Uşaqlarla da belə qərar gəldi ki, bu möhtəşəm, mühüm bir məqamı müzakirə etməmək mümkün deyil. Əlbəttə ki, burada bunu mən tək özümlə müzakirə etməyəcəm. Bizim ənənəvi kolleqalarımız var. Fərid, hansı ki, hələ də düşünür ki, Vinicius 24-də Ballon d'Or qazanmalı idi və Fərman, hansı ki, düşünür ki, 60 milyona Mastantonla verməkdənsə 6-7 dənə villa götürüb Bakı normalini atxanyak eləyərəm. Mən isə bugün inanılmaz şəkildə, niyə görə inanılmaz? Çünki adətən bunu eləmirəm, eləmirdim. Bugün Bappani söyləyəcəm. Niyə görə? Belə kayfım belə istədim. Vaxt itirmədən belə yüngülvari tezis olaraq mövzuları özümüz üçün belə deyim təyin etdik. Sadəcə bu mövzular üzrə fikirlərimizi bildirəcəyik və əlbəttə ki, siz də şərhlərdə unutmayın ki, biz bütün şərhlərimizi oxuyuruq və istəyirik ki, siz də öz fikirlərinizi daimi bizlə dialoqda olasınız. Elə buraxılış gedə-gedə öz fikirlərinizi yazsanız çox əla olar. İlk öncə, madəm ki, klubun, oyunçuların, klub prezidentinin La Liga vericisinə deyil, onu ən axıra saxlayaq, belə lazımsız bir yarış kimi axırda bir-iki dəqiqə danışarıq. Çempionlar Liqası mövsümü bitirdik Çempionlar Liqasında və istəyirsiniz komple şəkildə, istəyirsiniz sırf Bavariya München cəhətdən məğlubiyyətin səbəblərini və yaxud da Çempionlar Liqasının ümumi çıxışlarımızı necə dəyərləndirərsiniz? Bu haqda fikirləriniz maraqlıdır. Buyur Fərid, başla. Kamavinga. Zordur, bax, davam edəsin. Fərid bugün deyəsən, Fərid Kamavinga xoşuma gəlirdi axı, yox? Əvvələ. 3 gün əvvəl xoşuma gəlirdi. Məsələ ona gəldikdə, əslində yaxşı olur ki, Bavariya uduzdular. Mən tam səmimi deyirəm ki, mən yarım finalda Real'la PSG-ni görməkdənsə Bavariya PSG-ni görmək daha üstün tutardım, əlbəttə ki. Bavariyanın göstərdiyi möhtəşəm oyun söz yox idi. Komanda Siz tutdunuzda Cemal var arasında biz Bavariya haqqında az danışdıq, amma Halal Madriddə biz indi Bavariya haqqında 40 dəqiqə danışdıq. Yox, məsələ odur ki, mən sadəcə o komandaya doğrudan baxıb heyran oluram oyun baxımından ki, Real'la birinci oyun səfərdə 2-1 udur, gedir ikinci heyəti ilə 5-0 udur da, başa düşdünüzdə, indi ikinci heyətlə Bundesliqada. Demirəm, indi əlbəttə ki, ikinci heyət də, əgər sənin ehtiyat belə oyunçuların Musiala, Davis'dirsə, ondan da danışmaq başqa heç yoxdur. Amma Real'a gəldikdə isə doğrudan da Real o iki oyundan məncə mövsümün ən yaxşı oyunlarından birini keçirdi. İki oyunu. Amma nəyə görə mövsümün ən yaxşı oyunlarını keçirdik? Bunun da səbəbi var da. Səbəb var, əlbəttə ki var. Səbəb indi siz üçün bəlkə də siz mənimlə razılaşmayacaqsınız. Məncə o səbəb nömrə 1-də Arbeloadır. Arbelo səbəb odur ki, Alonso gedəndən sonra komanda sınmış deməyim, biraz sönük versiyadaydı. Çünki nə Vinicius, nə Mbappe, nə Bellingham. Mbappe deməzdim, ən çox Bellinghamlə Vinicius. Nə qədər də indisələr ki, yox biz istəmirdik, getsin, eləsin və s. Görünürdü ki, o deyildilər də. Amma o gedəndən sonra bir neçə oyundan sonra City ilə oyunda Vinicius möhtəşəm oyun göstərdi. Amma bir şey də var ki, ən çox da Real uduzmaq səbəblərindən biri də ki, onun zədələri idi. O nüanslardan da ki, danışmaq olar ki, və cavab oyununda Kamavinga öz yerində, Tchouaméni'nin olmamağı, Courtois'un olmamağı çox təsir elədi. Əslində mən Bavariyanı təbrik eləyirəm. Daha yaxşı oyun göstərdi. Nə qədər Real belə deyək də öz möhtəşəm oyun göstərsəydi, Bavariya ondan birbaşa üstün oynadı. Çünki müdafiədə demirəm, amma hücumda doğrudan da düşünülmüş trio, hansı ki Kane biraz arxaya fona keçərək Gnabry üçün belə deyək də boşluq yaradırdı. Luis Diaz üçün boşluq yaradırdı. Sadəcə ikinci oyunda Olise Mendy ilə nəsə biraz belə deyək də düzgün gəlmədilər. Birinci oyunda Carreras'ı skvaznak eləmişlər Krayın. Nə istədilər elədilər də. Carreras'da ki, bu gün sizlikdir bizim mənim Krayım. Nə istəyirsiniz? Yadınızda 5-2 olmuşdu Liverpool'la. Enfield'da. Alaban sürürdülər Krayda. Naço çıxdı sonra. Zədələndi çıxdı. Burada da zədələnmədi. Amma Mendy Naço çıxana qədər 2-0 idi. Naço çıxandan sonra 5-2 oldu və Salah biraz oyunu tempini itirdi. Burada da amma temp itsə belə Kane, amma ən çox məncə burada dayaq problemi vardı və qapıcı. Ən böyük problemlərdən biridir. Mən oyunçular deyiləsi sözüm yoxdur. Yaxşı mənada ki, bundan artıq heç nə istəyə bilməzdim.
Mən əgər Bavariya Real bir-birinə düşəndə bir hardasa arzulayırdım ki, biabır olmasınlar. Çünki Bavariya məncə bu il 2 dənə ən güclü klub varsa biri də o Bavariyadır. Və biabır olmalılar, nabarat baş ucalığı oldu. Bəs ən bahalı heyət axı bizdədir. Biz niyə ümidlənməliyik ki, tək biabır olmayaq? Bahalı heyət 2 milyardlıq heyətimiz var. ola bilər. Sən ala 5 milyardlıq heyət. Amma sən komandanın başında məşqçi gəlir mövsümün ortası bu bir. Zədələrlə dolu komandaya. Zədəmiz o qədər çox deyil. Yox, əsas oyunçuların zədəliyi. də. Məsələn, Courtois çöməyin qırmızısı. Bellingham birinci oyunda zədədən sonra qayıtmışdı. Fərman, sən City-dən oyundan sonra Bavariyanın da City-lərdən danışa bilməzsən. Yox, başa düşdüm City-nə, amma Bavariyada City-nin səviyyəsində deyil də bu dəqiqə. O nüans da var. Sən City-nə əgər nəyisə belə deyək də, Valverde-ni gör nətər möhtəşəm bağlamışdılar ki, birinci oyunda. Valverde heç nə eləyə bilmirdi. Valverde məncə Bavariya bağlamadıq. Valverde nəyini bağlamada nə deyirsən? Bax, City-nə oyunu müqayisə ediriksə, Valverde nə qədər hücuma qaçdı. City-nə oyunda Bappe yox idi qardaş. Yox, başa düşdüm də, amma ki hücuma Bappe çıxandan sonra Jude Bellingham heyətə qayıdandan sonra Valverde sən maksimum 3-cü dərəcəli hücumçu ola bilər də komandanda. Nə mənada? 3-cü faza ilə qoşula bilər. 3-cü fazada bizdə komanda oyunu o da ümumiyyətləşəndə ki, 3-cü fazaya heç çatmırıq. Amma Jude Bellingham olmayanda hansı ki cəmi meydançasına daxil olur və dərindən hücum eləyir. Kylian Mbappe hansı ki o ərazini tutmur olmayanda bəlkə sən Valverde-dən istifadə etməlisən. Ona görə mən City-nin oyunu çox bəyəndim. Sadəcə bu mövsüm bu tərəfdə çox mən gözləyirdim. Nəyə görə gözləyirdim? Çünki sən qatı Florentino Perez-ə keçsən. Nə mənada? Dəstəkləyicisən. Və sən sual vermək istəyirəm. Sən ilk ifadəndən mən sual vermək istədim. Deyirsən ki, mən Bavariya Münchenə heyranam. Yəni ki, heyət cəhətdən deyirsən. Oyun cəhətdən. Oyun cəhətdən, yəni oyunda heyət təkmilləşdirir, heyəti də idarə heyəti təkmilləşdirir, idarə heyəti də prezident təkmilləşdirir. Məsələ, bəs sən onların idarə heyətinə heyran deyilsən? O qədər də yox. Niyə bu futbolçu öz qarşısına gəlir? Bir nüans var. İndi mən səninlə razıyam ki, Bavariya həmişə başqa cür belə deyək də, prezidentləri başqa cür hər şeyi yarışıb. Onlar durub axır vaxtları başladılar Kane-a 100 milyon verdilər. Məsələn, Olisə 50-60. Əvvəllər onunla məşğul deyildilər. Onlar daha çox Nəyə görə Kane-a 90 milyon verdilər? Çünki bu da bazarda belə deyək də, onun kimi başqa hücumçu yox idi. Çünki onlara hücumçu lazım idi. Hə, əlbəttə də. Real yarım müdafiəçi lazım oldu, nə idi bəs? Getdi Bappe-ni gətirdi məsələn. Demirəm amma Bappe, mən hal-hazırda Bappe-ni oyunçuları ümumiyyətlə mən pisləyəcəm sırf Bayern München oyunu cəhətdən. Mən sadəcə istəyirsiniz indi keçək sırası o məsələyə, istəyirsiniz sonra fikirləşək bu haqqda. Reala lazımı olan profil. Real oyunçuları son ərəfədəki Real, 4-5 il ərzindəki, koronavirusdan sonraki Real. Hansı ki, yeganə klub oldu ki, böyük klublardan koronavirusdan müsbətlə çıxdı və bu Florentino Perez'in bu klubda mənə görə son böyük uğuru idi. Son böyük uğuru idi. Nəyə görə deyim sənə? Çünki bütün hətta biz indi mən tərəfləməyə çalışdığım Bavariya mümkün rəhbərliyi belə Florentino Perez'ə heyran qaldı ki, sən bu vəziyyətdə necə oldu ki, bu super ulduzlarda hamısına 20% endirdin maaşını, nə tər elədin ki, getdin həmin o məqamda Alfredo Di Stefano stadionunda gördün ki, koronavirusda azarkeşlər gəlmir, temanı tutun, gəlib indi bərpa eləyək stadionda. Hələ ki, azarkeş yoxdur, bir il yarım belə davam edəcək. Bu məqamlar onun necə biznesmen olduğunu müsbət şəkildə, əla şəkildə, möhtəşəm şəkildə təsvir edir. Amma Realın son 4-5 il ərzində mənə oyunçu lazım deyən yox, oyunçunu ala bilərəm deyə transfer etməsi səni heç cür narahat eləmir və sən hələ də Florentino Perez'də problem görmürsən. Yox, niyə? Deyim niyə görə? De. Çünki qardaş 2 dənə Çempionlar Liqası hər şey söhbət. 2 dənə Çempionlar Liqasını kim gətirib bu kluba? Fərqi yoxdur. Prezident kim olur? Yox, indi bir dənə faiz nisbətində gəl belə bir şey. Prezidentin Allegri-ni gətirdi 21-ci ildə, yadındadır sən? Gətirə bilərdi, istəyir getsin, nə bilim, məhəllədən kimsə tapsın gətirsin. Əgər həmin komanda mənə Çempionlar Liqası gətirirsə, deməli o prezidentin uğuru seçimi idi. Orada seçimi idi. Hə. Amma seçimi Ancelotti deyildi. Bilirsən də necə gəlib kluba? Nə demişik dəfələrlə. Fərqi yoxdur. Bilirsən, seçim ki, o seçib. Onu nə Fərman seçib, onu nə bilim Benzema seçib. Ancelotti indi bu yığanda deyib ki, qardaş bekarsan dur gəl. Məsələn, o söhbətə qarışmaqla faktiki olaraq Allegri gələ bilərdi, nə bilim Klopp gələ bilərdi. Bəli, Perez'in səhvləri olur. Amma mən sizə deyim ki, 80% Realın azarkeşləri Calderonu görməyiblər. Realın 2003-dən hamısı ki Perez getdi 2004-2005-də və ondan sonraki prezidenti heç kim görməyib. Heç kim demir 80% deyim də. Həmin o Mendes idi ki, Perez'dən əvvəl klubdan gedəndə amma deyir ki, 2 dənə Çempionlar Liqası, bəli, gətirdi. Amma komandadan çıxıb tərk edəndə 300 milyon borcla getdi. Həmin o Perez Realı
bankrotluqdan xilas elədi. Valdebebas tikdi. Biz Və- indi mənfidəyik, sən bilirsən. İndi Stadiona görə mənfidəyik. Ola bilərsən mənfidə, amma sən bankrot deyirsən. O tam fərqli şeylərdir. Bir var bankrotsan, o vaxt 300 milyondan 200-300 milyon. Realı maliyyə problemlərindən azad elədi. Bu faktdır. Çünki Florentino Perez möhtəşəm bir biznesmendir. Yaxşı. Onu biznesmen kimi heç kimin necə deyirlər, futbol aləmində özünə azarkeş deyəndə də demirəm peşəkara, yəni prosta azarkeş kimi adam deyir ki, Perez məsəl üçün biznesmen kimi bərbad bir şəxsdir. Bərbad biznesmendir. O adamın mən nə bilim bir çox şeyinə, yəni belə də ruslar demişkən Lordedə samleniya saxlayaram da, amma onun futbol idarə edici bacarığı son 5 il ərzində göz qabağındadır. Fərman, Carlo Ancelotti əgər onların ağlına belə Carlo Ancelotti gəlmirdisə və Carlo Ancelotti elə oldu ki, zəng gəldi, onlar yadına düşdü ki, ay Carlo Ancelotti var ki, bu mən də özümdən fikirləşmirəm. Bu faktı Carlo Ancelotti özü bunu intervyuda deyib. Qardaş, sən deyə bilməzsən ki, bu Carlo Ancelotti Florentino Perezin seçimidir. Florentino Perezin təsdiqidir, hər gəlsin. Amma seçimi ola bilməz. Plus bu prezident Allegri-ni gətirirdi kluba. Mən bunu heç vaxt unutmayacağam və qurban olaram Juventusa və buradan fürsətdən istifadə edib Juventusa təşəkkür etmək istəyirəm ki, Allegri həmin yay təklif edilər. O da Juventusla Real arasında Juventus seçdi. Həmin gün mənim həyatımda ən möhtəşəm günlərdən biri. Yox, sən Allegri-ni belə bir sən nətər saldın. Allegri-ni nə bilim bilsən nə səviyyə. Elə bil ki, bu dəqiqə həmin məşqçi Allegri gedib hansı Ermənistan liqasında məşqçilik edibdi. Allegri o Juventusa gəlməmiş əvvəl ölü Milanı çempion eləmişdi. Ölü Juventusu 38 yaşlı Pirlo ilə finala çıxartmışdı və 8 ildə seriya aldı. Bəlkə Amma reallıq məşqçi idi. Yox, onu heç kim deyə bilməyəcək. Fərman, Allegri hansı əksinə sübut eləyə bilər. Mən sübut eləyə bilərəm ki, niyə görə reallıq məşqçi deyil. Mən Allegri-ni pisləmirəm. Mən Allegri-ni Carlo Ancelotti ilə bir tutmuram. Bu başqa fərqli. Digər məqam. Sən deyirsən 6 Calderon deyirsən, 6-7 mövsümü. Nə oldu ki? Capello nəyə görə göndərdilər? Çempion olmuşdu adam. Olsun da kimə bir dəqiqə. Sən çempion deyirsən. Ancelotti-ni də göndərdi. Qardaş 6 il 8-də biri keçə bilməyən komandan var idi. La Liqanı utduda qardaşlar. İndi Arbelo haqqında deyirlər ki, La Liqanı bir təhər möcüzəvi şəkildə utsa, qalacaq komandada. Mən də Arbelon saxlayardım. Qardaş, söhbət Arbelonla onu müzakirə edəcək sözsüz. Sadəcə baxımsız futbol deyilən bir şey var da. Sən başa düşürsən ki, Real Madrid stadionundakı azarkeşlər tək mənfi nəticələrə görə və yaxud da nə bilim rekord sayda məğlubiyyətlərə görə fitə basmır komandanın və yaxud da görürlər ki, özlərində can yandırmırlar. Onlar Reala xas olmayan futbol görəndə də fitə basırlar. Ancelotti baxımlı futbol göstərirdi 21-22-də. Bəli. 21-22-də sən Manchester City-dən comeback eləmisən, PSG-dən comeback eləmisən və Chelsea-dən comeback eləmisən. Başqa şeydir, amma baxımlı futbol başqa şeydir. Hansı baxımlı futboldan danışsan ki, City ilə səfərdə 1-1 oynadılar, 90 dəqiqə komanda bir dənə zərbə endirdi, 0 corner. O 23-24 mövsümüdür və 21-22-də PSG-yə qarşı komanda 17 dəqiqə oynadı, PSG sürüyürdü. Haqq verirəm. Haqq, Chelsea ilə cavab oyunda Chelsea sürüyürdü. Haqq verirəm. City ilə birinci oyun, City-dən normal hücumçu olsaydı, Cristiano gəlsəydi o yayda 15-3 qutaracaqdı oyun. Cavab oyununda Grealish 2 dənə momenti, Real yox idi qardaş. Kim alırdı Ancelotti oyunçular? Ancelotti kimsə oyunçu alırdı ki? Kim? Ancelotti 21-ci ildə Zidane'ın qoyduğu buraxdığı heyətlə Ancelotti gəldi Çempionlar Liqasını qazandı, Fərman. Zidane Benzema da pik formasında idi da. Sən Zidane pikə kim gətirdi? Yox, indi mən sən başqa sual verim. Mən sən baxımlı futbol Calderon üçün baxımlı. Amma bu dəqiqə bir Real baxımlı futbol oynamır. Mən baxımlı futbol deyəndə ki, Ancelotti sözsüz ki, komandanı quranda müdafiədən qorur, amma heyət cəhətdən, konstruktor cəhətdən müdafiədən qurur. Amma oyunu müdafiədən deyil. Sən mənə 23-24 mövsümdə City-nin oyunu misal çəkirsən, yeganə Yedinka oyunlardan biridir ki, Real orada müdafiə futbol oynadı. Bildiyim müdafiə futbol oynamadı, konkret qapısına bağlandı. Müdafiə futboluna keçmişdi. Avtobus idi o. Avtobus idi, amma onun hesabına o möhtəşəm Manchester City-yə qarşı başqa cür oynada bilməzdi komanda. Sən Carlo Ancelotti'ni Çempionlar Liqasını qazandığı mövsümlərdə pisləməyə çalışırsan. Mən pisləmirəm. Mən sən deyirəm ki, baxımlı oyun yox idi. Amma sən deyirsən 14-15. Amma sən bildin mən Allegri haqqında hansı futboldan danışdım? 14-15 məsələn mövsüm baxımlı futbolçusu mən deyərəm bəli. 14-15 mövsümü Ancelotti mənim üçün komandası inanılmaz idi. Gələn gedənə 3 qolundan vururdu. Mənim üçün qardaş mən həmişə demişəm ki, bütün günü müdafiədə otursunlar, nəticə versin. Bayern oyunun haqqında o məsələ sözsüz qayıdacaq. Malum ki, biz problemləri müzakirə edirik. Yəni qayıtmamağımız mümkün deyil. Bayernla sən fikirləşirsən ki, Kamavinga, ancaq Kamavinga gördü. Başım bir fikrin nədir? Əsas səbəbkar Kamavinga oldu. Çünki əlavə vaxtı getsəydi, hər şey başqa cür ola bilərdi. Mən sənə razıyam. Oyun planı çox güman ki, ikinci oyunun ikinci hissəsində da
artıq hansısa məqamda biz tempoya dözə bilmirdik deyəndə çox güman ki, Arbeloa artıq oyunu ekstra apardı və bir çox azarkeşin də sualı bundan yaranırdı ki, əvəzləmələr niyə eləmədi? Çox güman ki, ekstra time-da əvəzləmələr eləmək istəyirdi. Kamavinga'nın bu hərəkətinə görə əlbəttə ki, bu ekstradan qaldıq. Sadəcə Kamavinga haqqında çox danışılır. İndi xəbərlər yayılıb ki, bu məsələdən sonra Florentino Perez onu göndərmək istəyir və s. və axır. O məsələyə dərin girmək istəmirəm. Nəyə görə? Çünki əgər biz hansısa podkastı çəkiriksə, özümüzə podkast adı vermişiksə və əlbəttə ki, fan klub adını daşıyırıqsa, burada sırf üstdən getmək istəməzdim əslində. Biraz dərinliyə girmək istərdim. Bəxtsizlik də oldu. Məsələn, Neuer'in Neuer'in möhtəşəm oyunu birinci oyunda razıyam sənə. İkinci oyunda da Mbappé'nin zərbəsindən sonra seyf. Mən günahkar olaraq əgər biz sırf oyunçulardan danışırıqsa və oyunda hər şey artıq həll olunurdu. Artıq orada biz Florentino Perez, Arbeloa və başqa şeylərə fırlatmaq istəmədim. Sırf oyunçular haqqında danışsam mən Kamavinga'nı günahkar görmürəm. Mən günahkar görürəm Vinicius və Mbappé'ni. Vinicius ikinci oyunda demək olar yox. Yox, məsələ onun ümumilikdə hansısa yaxşı və yaxud pis çıxışından getmir. Məni narahat eləyən bu iki oyunçunun qlobal şəkildə bir-birini görməməsidir. Siz də o epizodları gördünüz, hansında ki Mbappé Vinicius ötürmə verə bilərdi, Vinicius Mbappéyə ötürmə verə bilərdi. Kimsə indi mem var, diktator memi var Mbappé haqqında və bu mem çox gözəl və belə deyim də böyük həcmli şəkildə paylaşılır. Ona görə də daha çox Mbappé gözə dəyər ki, Mbappé ötürmə verməyib. Amma mən 5-6 dənə epizod yadımdadır ki, Vinicius da Mbappéyə ötürmə vermir. Onlar ikisi də bu heç bir playmaker deyil də. Və yaxud da belə deyək, playmaker bacarığı olan oyunçu deyil. Vinicius məsəl üçün Çempionlar Liqasında ən çox assist verən ikinci Real oyunçusudur Ronaldodan sonra. Və amma onun assistləri necə baş tutur? Normalda qlobalda biz görürük. Üçüncüdən üçüncü zərbəsi belə deyim cinahdan daxil olur cərimə meydançasının daxilinə və oradan ötürmələri verir. Hücumçu yerindədirsə, Mbappé'dən söhbət gedirsə, bu qolla nəticələnir. Deyilsə nəticələnmir. Yəni Viniciusun ötürmələri dərin ötürmələr deyil. Ona görə də ona playmaker adı vermək sırf da assisti çoxdur deyənə yəni düzgün olmaz. O da wingerdi, assist edir, Olise da wingerdi, assist edir, amma Olise meydanın mərkəzinə keçib oradan da ötürmələr verir. Daha uzun ötürmələr də verməyə bacarığı var, daha kreativ ola bilər. O playmaker xas olan xüsusiyyətli olan bir wingerdir. Okay, Vinicius elə deyil mənə görə. Vinicius daha çox bitirici olmağa çalışır. Və nə qədər epizod oldu ki, hətta bir-birinə ötürmə eləyəndə də yekunlaşdıra bilmədilər. Mən sırf burada Neuer'i ikinci oyunda elədiyi sevlərə görə tərifləməyə özləyirəm də, amma mən Mbappé'ni və Vinicius'u çox günahkar görürəm bu nəticədə. Yəni komanda həqiqətən mən sənə razı edirəm. Komanda bacardığını eləməyə çalışdı və heç kim deyə bilməz ki, bu oyunçulara şans yaradılmadı. Mən düşünürəm ki, artıq sən Vinicius pislərdin, amma ki Vinicius vaxtında da pası verdi, Mbappé'yə qol oldu, 3-cü qoldu. Mən o yaxşı ki onu yada saldım. Oyunda yeganə bir dəfə bunlar bir-birini vaxtında gördü və vaxtında epizodu yekunlaşdıra bildilər. O da qolla dəqiqədə vardı. Vinicius topa dəyə bilmədi. 180 milyonluq oyunçu. Söhbət onların qiymətindən getmir. Söhbət onların xarakteristikasından gedir. Mən burada oyunçuları oyunçu olduğuna görə söyləmək istəmirəm. Məsəl üçün mövsüm əvvəlində Olesini az adam tanıyırdı. Dərindən basan çox bu azarkeşləri tanıyırdı, amma fikirləşmirlər ki, bu səviyyədə məsəl üçün inkişaf edə bilər də. Və indi demək ki, Olesini almalıydıq biz söhbətini eləmək düzgün olmaz. Futbol söhbətdir. Amma söhbət onların xarakteristikasından gedir. Mən ona keçirəm ki, rəhbərlik gözləyir ki, bu Vinicius Mbappé məsələsi özü-özünə həll olunacaq. Həll olunmayacaq. Çünki bu oyunçular nə bu artıq dəyişməyəcək. Vinicius Real Madrid daxilində çox uzun bir yol qət edib ki, gəlsin indiki Vinicius olsun. O Ancelotti'nin onun üstündəki əziyyət, nə bilim, Karim Benzema'nın, Toni Kroos'un onun üstündəki apardıqları işlər, aradakı Toni Kroos karyerasını yekunlaşdırandan sonra deyir ki, biz yol göstərməyə çalışmışıq Vinicius'a, həm xarakter cəhətdən, həm oyunda belə eləyəndə, elə o cəhətdən. Yəni Vinicius gəlib formalaşıb vardı futbolçu kimi, o dəyişməyəcək. Mbappé Timbola dəyişməyəcək. Mbappé özü Vinicius'da 2 yaş böyükdür. Özdəki dünya çempionudur. Dünya çempionudur da. Yəni düzdür, hardasa Çempionlar Liqası yox deyə bilərik, amma yenə də bu Vinicius Mbappé ikisindən birinin getməsi məsələsinə necə baxırsınız? Və baxırsınızsa alternativ olaraq nə fikirləşirsiniz? Məsəl üçün Mbappé gedib yeni Kane kimi oyunçunun alınması ya da ki Vinicius'un gedib Mbappé'nin sola çəkilib onun yerinə hücumçu alması. Belə bir plan üzrə. Mbappé 100% məncə getməyəcək. Getməyəcək, Perez buraxmayacaq. Həm pul cəhətdən
brend cəhətdən deyək də. Mbappe daha böyük brenddən. Getsə getib. Amma Vinicius da Perez buraxmaz məncə. Çünki o neçə illər keçib onun üstündə. Neçə ili əziyyət var onun üstündə və hal-hazırda deyirlər ki, bəs Vinicius müqaviləsini uzatmaqda çətinlik çəkir. Düzdür, deyir ki, uzadacağam da. O deyir ki, mənə vaxt verin, mən uzadacağam, amma bəzi mənbələr yazdılar ki, uzatmayacaq. Çox güman bəlkə siz bu videonu görəndə artıq uzatma xəbəri gəldi. Fərman, amma belə fəlsəfi danışsaq, mən mövsüm əvvəlindən demişdim ki, Vinicius getməlidir. Bu dəqiqə bu Realın çatışmayan 2 dənə əsas bir şeyi var. Biri lider yoxdur. Deyə bilərsə Carvajal var, Valverde var. Qardaş, onlar lider deyil. Ramos kimi lider, hansı ki bilirsən komanda yoldaşı bir dənə ortada nəsə bir müqayisə düşürdü. Kimsə nəsə bir də belə yaxınlıq eləyir, gəlir ki bir nəsə desin. Dərhal qaça gəlirdi ki, bəs şeydir, mən kapitanam, belə Lord dillətsəm mən olan yerdə heç kim söhbət edə bilməz də. Hücumda Ronaldo lider idi. Yarım müdafiədə deyiləsi Kroos, Modric, Casemiro deyiləsi liderdən söhbət yoxdur. Əsas nəticə o idi ki, bütün komanda qəbullanırdı ki, lider Ramosdur, amma ümumi komandanın hücumda lideri Cristiano Ronaldo idi. Və Benzema Bale özü çox böyük bir futbolçulardır. Onu hamı gözəl dərk eləyir. Sadəcə onlar qəbullanmışdı ki, Ronaldo olan yerdə biz ikinci plana düşürük. İkinci plana düşərək də Ronaldo üçün hər bir şans yaradırdılar. Hər bir şans ki, bunlar oynasın. Amma Vinicius'la Mbappe onun heç biri qəbullanmır. Nə Bellingham, nə Vinicius'la Mbappe. Onlar da MSN-in olan vaxtı hamı qəbullanmışdı ki, Messi də bir nömrə. Onun da normal bir şeydir də. Çünki hər bir komandanın bir hücumda lider olmalıdır. İki egolu lider ola bilməz. Mümkün deyil. Ondan başqa Bavariya ilə oyunda komanda momentlər oldu, şanslar yaratdı. Mbappe vurmadı, nəsə hücuma getdilər, ötürməli və s. Köhnə Realın üstünlüyü nə idi? Onlar qan hiss eləyirdi və gedib o komandanı belə deyək, axıracan öldürürdülər ki, qan iyi gəlir. Bunları bu dəqiqə indi vurmaq lazımdır ki, qolu bu komanda çöksün. Mən bilirdim ki, başa düşürdüm ki, Bavariya o qol vursaydı 4-cü qolu. Bavariya da qayıdış edə bilməyəcəkdi. Çünki istər istəməz komanda açılışacaqdı və arkada çox boşluq yaranacaqdı. Amma bu komanda onu istifadə edə bilmədi. Neyinə də əksinə mən razıyam, qırmızı qırılan nöqtə idi və Bavariya əksinə o qanı hiss edib momentin tutdu, şansı tutaraq o qolu vurdu. O nüanslar var. Məncə satmağa qalsa mən satardım Vinicius'u bir nömrə. Çünki azından Mbappe'nin fərqi oldu ki, sənə qol verir. Razıyam deyəcəksən ki, onundan 2-sini vurur, onundan 3-ünü vurur və s. O düzələsi bir şeydir. Sezonun əvvəli hər oyun qol vururdu. Ay sağ ol, o düzələsi bir şey. Olur da hər bir hücumçular. Ronaldo 2017-18 mövsümdə birinci yarım ildə La Ligada 3 topu var idi, 4 topu var idi. Çempionlar Liqasında da demək olar 2016-17-də 2 kopla çıxdı da, qrupdan çıxdılar, 2 qolu var idi, amma sonrası nə idi? Olur. Hər bir hücumçunun hansısa bir an olur ki, alınmır da qardaş, girmir. Vurur, qol girmir. Da neyniyəsən onunla? Heç nə bacarmaq olmur. Amma ki Vinicius'da nə fərq gördüm? Sən demişsən Abdul, sözə qüvvət. Gəlirsən Krayla, belə cinahla gəldi, mərkəzə keçdi. Mərkəzə keçəndə nə möhtəşəm bir zərbə gözləyirsən də. Hamı onu gözləyir. Məsələn, Olise kimi, Luis Diaz kimi, nə bilim köhnə Realdan danışam, istəmirəm Bavariya ilə müqayisə edeyim. Ronaldo kimi məsələn cavan vaxtlarında, Bale kimi ki çəkdi vurdu. Robben, Ribery, nə bilim o qədər elə oyunçu var ki, Asensio da belə deyir ki, Asensio zərbələri hamı yadındadır da. Gəlib, amma Vinicius nə edir? Qapçıya pas atır. 10 zərbəsi qapçıya pasdır. Biraz bərk vuran kimi top uçur. Hələ də təkmilləşmir bu arada bu cəhətdə. Zərbə cəhəti hələ də təkmilləşmir. O bilsən harda? Sən çox adamların adını çəkdin. Onun Salary'nin üstündə əziyyəti olub. Bəli, Salary o məşqçi deyil ki, kimisə üstündə əziyyəti çox olsun, amma ikinci belə komandadan o qalxsı. Hətta Zidane məşqlərdən sonra əlavə məşqlərə qaldı Vinicius. Mən o vaxtda oxumuşdum. Qalırdı və Liverpool'la oyun oldu deyə 3-1 2 gol vurdu. Mən orada şok keçirdim. Vinicius təkvətə çıxanda mən bildim ki, əyri vuracaq o. Bizdən gözləmirdim də o anı ki, bu gol vurdu. Bizdən deyir ki, oyuna qalıb 2 gecə qalmışdı. O
lap oyuna keçən gecə yox, adətən futbolçular istirahət edir də oyun gecəsi olanda. Ondan bir gün qalmışdı. Demək olar ki, bütün gecəni məşqdə zərbələri şey edirdik, yoxlayırdıq, məşq etdirirdik. Zidane demişdi onu. Gecə saat 2-yə kimi. Sənin müəllimlərin Zidane olub, Ancelotti olub, Benzema olub, Kroos olub, Modric olub. Sən deyiləsi adları çoxdur da. Hələ də sən optimal deyilsən zərbələrdə. Lomsansa ucu qardaş sən düzələsi deyilsən. Bizən bu oyunçunun 18-19 yaşı yoxdur. Onu məsələn deyim də, Yamal bu dəqiqə 18-19 yaşı vardı. Onda o problem olsaydı, mən deyərdim ki, bu düzələcəkdir. Çünki cavandır, uşaqdır. Məsələn, bu dəqiqə Yamal səhv eləyəndə də heç bir Barselona azarkeşi dili çönüb deyə bilməz ki, sən bunu düz eləməlisən. Çünki o düzgün deyil, bu cavan oyunçudur. Bu hələm təkminləşir, püxtələşir ki, 22-23 yaşında bu bir ulduzdur. Bu Ronaldo deyil, Messi deyil ki, deyim ki, bunlar 18-19, heç Ronaldo 18-19 yaşında o deyildi. Yeri gəlsə də, amma Messi əlbəttə ki də, Messi belə deyim, o 21-22 yaşındadır baş. Amma o Messi də əvvəllər o dərəcədə deyildi də. Amma bunun artıq 25 yaşı var. Qardaş, şo da, sənin pikun oldu 23-24-də. Bəli, mən razıyam, qızıl top və s. Amma ki, məncə bu Realdan getməlidir. Mbappe sola keçməlidir. Demirəm Gonzalo oynatmalıdır mərkəzdə, amma o qədər hücumçular var ki. Yəni mən başa düşürəm ki, sən İstəmirəm Endriki. Mən heç istəmirəm Endriki. Endrik deyirsiniz, Endrik mən bu dəqiqə Mariano Diaz'ı görürəm Endrikdə. Amma baxma da mən bir sənə cəhətdən onu müqayisə edirəm. Mastantona ilə Lyonu göndərsən bunu eləməz yəni. Mastantona məncə Asfara göndərsən də bunu eləməz. Fərqi yoxdur da. Mastantona deyirəm də yenə də mənlə fərqi odur ki, Argentinada doğulub, mən Azərbaycanda. O da burada da olsaydı ondan da bir köpək futbolçu çıxmazdı, bir köpüklü. Sadəcə bu hücumçu bazarı hal-hazırda futbolda məşqçi boş, azad məşqçi bazarına oxşayır. Hardakı nə orada, nə burada çox yaxşı namizədlər yoxdur. Nə hücumçular arasında deməsə ki, hər ikinci oyunçu Kane kimi futbolçudur məsələn. Nə məşqçilərdə belə başa düşürəm. İndi fikrim fikriniz həm də ki, reallığınız odur ki, Mbappe getməkdənsə Vinicius getməsi daha real görünür. Fərman deyir ki, daha məntiqlidir. Fərid isə heç bir şans vermir. Çünki nə mənada? Yəni Mbappe-ni verməz Perez. 5 il qaçır dalınca haradır ki? Yəni, orada tək o nüans deyil. Məsələn biz eyni vəziyyəti PSG-də görürük. Doué, Dembele, Kvaratskhelia. Heç biri mərkəz hücumçusu deyil. Heç biri də. Amma üçü də playmaker-də. Yox, indi playmaker ola bilər, amma üçü də variativ olaraq yerlərini dəyişir. Oyunçu keçib düzgün ötürmələr edib, düzgün ötürmələr, dəqiq ötürmələr. Demirəm, amma keçdim, atım tutar, tutmaz özü bilər. Mbappe ilə Vinicius məncə bunlarda nəsə paxıllıq var, nə var. Da bilsən Vinicius o qolda da o pas atmasaydı, qardaş da oynamadı oyunu. Çıx getdi. Fərman, azad məşqçilər demişkən indi bir çox mənbə Baba ilə oyundan sonra deyir ki, bildirir ki, Arbeloa bir möcüzə eləməsə La Liqada qovulacaq. Nə möcüzə gözləyirsiniz? Mən heç bir möcüzə gözləmirəm. Söhbət heç möcüzə, lap utduya. Mən Realın oyununda Arbeloa'nın rəhbərliyi altında Çempionlar Liqasına razıyam bu arada, biləsiniz. Mən Arbeloa'nın Çempionlar Liqası ərəfəsi ilə razıyam. Qardaş, maraqlı bizə liqa mərhələsinin sonluğunu verdi. Benfica ilə süjet yarandı ortaya. Haradakı ola bilər, Benfica'da fiasko yaşadı səfərdə, bir çox səbəbdən. Amma play-offda Benfica'ya gücünü göstərdi. Yəni hər iki oyunda, baxmayaraq ki, hesab darmadağın deyildi, hər iki oyunda Real qat-qat üstün idi. Benfica mən şəxsən şans da belə görmürdüm ki, qayıdacaq. Nə xarakter cəhətdən, nə bacarıq cəhətdən və fərqli məqamlar. City-nin oyunda Arbeloa'nın benefisi haradakı həqiqətən Arbeloa Guardiola'nı məğlub elədi. Öz taktika gedişləri ilə. Bavariyanın oyunda gözəl oyun. Sadəcə problem bir sənədən ibarətdir. Bu komanda bağlı komandalar məğlub edə bilmir. Məncə Arbeloa və Xabi Alonso bunu bacarırdı məsələn. Xabi Alonso bəlkə də böyük oyunlarda özünü yaxşı göstərmədi. Məsələn, City, Liverpool və s. El Clasico-nu yaxşı oynadı uşaqlar öz yerində. Amma Alonso balaca komandalara məğlub etmək üsullarını bilirdi. Hətta bağlı komandalara belə. Yəni mən bağlı komandaya baxırdım. Biz də öyrəşmişik, Asasunla zada xal itirməkdə hərdən birdən. Nəyə görə ki, bağlanır, açamırsan. Arda vasitəsilə, nə bilim, Jude Bellingham vasitəsilə, Valverde vasitəsilə bu yarım dəfədə bir nəsə yaratmağa çalışmaq vasitəsilə aça bilirdi bu komandaları. Arbeloa heç vaxt açamır. Mən baxırsan, yəni sistem məhv edirsən, nötr gətir, jurunu biri-biri oynayırsan.
Bu siz playmaker gözündə problemə baxırsınız. Yəni heç bir məşq edə bilməzdi, yoxsa necə? Çünki Xabi Alonso eləyirdi. Bu heyətlə eləyirdi mövsümün əvvəlində. Məncə Girona müqayisə etmək düzgün deyil. Girona Real məğlub oldu və mən əminəm ki, komanda hamısı belə deyək, insandır da. Nə olsun bunlar futbolçudur, milyonərdir, nə bilim. Amma bu statistik olaraq davam edir axı. Yox, mən bilmirəm. Sən sırf Girona oyunu deyim ki, misal kimi. o Girona oyunu xal itirməsi gözlənilən idi. Çünki bütün komanda oturub fikirləşirdi ki, Bavariya necə keçəcək? Bavariya ilə oyun gəlir. Sən Bavariya uduzmusan və Girona gəl düzünə danışaq da, özümüz olsaq da, sən Bavariya 2-1 uduzursan, Çempionlar Liqası və gəlirsən Girona ilə, harda ki sənin Barselona 7 xal fərqin var, sən onu durub fikirləşərsən heç. Məncə heç kim fikirləşməz. Sən başa düşürsən də 7 xalı 4-ə də çevirmək olar da. Yəni Yox, başa düşdüm də, amma ki sən psixoloji olaraq gücünü Bavariya saxla. İstədin, istəmədin gücün Bavariya deyəm qalmalıdır. Sənin psixoloji fikrin ordadır ki, ayda mən bizim Barselona fərqimiz bilirsən nədir? Onlar həmişə treble istəyiblər, La Liga daha çox üstünlük veriblər. Amma Real ömür boyu La Liqanın başını buraxıb. Copa del Rey mən 99-a mən Reala baxıram. Copa del Rey 2011-də birinci dəfə görmüşəm. Amma Real son 20 il ərzində 7 dəfə udub La Liqanı. 7 dəfə. Real 21-ci əsrdə 9 dəfə Çempionlar Liqasını udub, 9 dəfə də La Liqa udub. Yəni İndi orada deyiləsi heç nə yoxdur. Bu komanda La Liqanın başını buraxıb. bu komanda həmişə kubok komandası oldu daha çox. Amma kubokdan da çox, bilirsən, playoff komandası oldu. Playoffdan da çox. Mən bilirsən sən nə deyərdim? Komanda böyük oyunlarda şou göstərib udmağa daha üstünlük tutur. Sadəcə Fərman, o komandanın psixologiyası, fəlsəfəsi deyil. Bu mən Arbeloa'nı bir məşqçi kimi. Yox, sadəcə namizədləri görmüsüz də. Klopp, Deschamps, Pochettino, əsas üçlü. Allegri. Yox, söhbət sənədən gəlir. Söhbət ona getmir. Mən onları hansılarasa Reala uyğun görmürəm. Söhbət ondan ibarətdir ki, bu komandanın və bu rəhbərliyin, yenə qayıdıran rəhbərlik məsələsinə qayıtmaya bilmərəm. Planı yoxdur Fərman. Mən bu 4 məşqçi Nəyə görə Fərman deyirəm? Çünki Fərid sən Florentino Perezdən necə? Yox, zordur. Sən çıx get də. Sən çıx get də. Yox, tək yəni pisləməyi demirəm də, uşaqlar. Yəni bu əgər belə namizədlər ortaya çıxırsa, fərqli, bu dərəcədə fərqli. Mən onu demək istəyirəm. Biri bunu təbliğ edir, biri onu təbliğ edir, biri pressingi təbliğ edir, biri dördüncünü təbliğ edir. Qardaş, onda səni bilsən tutdu qaxta tutmalı ayıran da. Sən bilirsən, indi gəl başqa bir sual çıxır da. Sən hardan bilirsən ki, komanda onlardan maraqlanır? Burada bir sual var. Biz indi mənbələrin əsas, indi mən Florentino Perezdən şəxsi əlaqəm yoxdur. Mən məcburi qədər mənbələrə oxuduram. Amma Arbeloa olsan başa düşürsən ki, getmək daha üstün tutulur da rəhbərlik cəhətdən. O normal bir şeydir. Real kimi komandanın baş məşqçisinin adı Alvaro Arbeloa olmalı deyil. Xabi Alonso olmalı deyil. Biz statusa baxırıq da. Əlbəttə ki. Statusa, yaşa, bacarığa. Ancelotti var idi də. Hər şey bu birləşdirən bir şəxs var idi. Yox, əlbəttə ki, o başqa söhbətdir. Ancelotti mən bilsən niyə qınamıram getməyində? Qardaş getdi, yaşlı adamdır, milyonların qazanır. Amma sən bilsən də o getməzdi. Bilirəm getməzdi. Amma ki getdi, milyonların qazanır. Tək ki inşallah yox, inşallah deməyim bu dəfə yox. 2030-da dünya çempionu olar Braziliya ilə. Bu il başqası olsun. Hə, bu il qoy qardaşımız Ronaldo olsun. Qardaşım Ronaldo şəhərdə istifadə edib sənin salonlarımızı görür. Hə. Ay nasıl oyuna baxmışıq qəşəngdə 31 qaldı. 31 qaldı deyən kimi düşürdü az. Ronaldo təntiməlidir sənə nə oldu? Ronaldo qolları deyirəm ha, sən başa düşmə canı deyir. Hə, demək istəyirəm ki, ya belə danışaq da, hansı başqa bax Kloppun mən 4 dənə məşqçi adı çəkdim, heç birini istəmirəm. Klopp gegenpressingdir. Realın 80% heyəti gegenpressing oynaya bilmir. Bəlkə də öyrənəcəyi o heç. Amma bacarmır. Nə Mbappé, nə Arbeloa da deyirdilər gegenpressing. Arbeloa pressing istəyir. Alonso'dan da yaxşı bacarır onun komandası pressing etməyə. O nüansı da var. Komanda kimi olaraq deyir. Ada komanda Mbappé də eləyir də pressing. İndi hər şeyin də öz yeri var. Çünki Vinicius da müdafiəyə qayıdır. Komanda can yandırırdı. İstəyirdi udma. Sırf o oyunu demirəm, ümumiyyətcə deyirəm. Ümumiyyətcə mən sən tam razıyam. Belə də orta alındı. 100% alınmadı. Pochettino Tottenhamdan başqa nə edib ki? Allegri Abuş millisi. İndi Abuş namizədlərə keçmişkən sadəcə bir sizə sual verim. Xabi Alonso məsələsini görən hal-hazırda məsəl üçün nisbətən daha yaxşı oyunçularla ünsiyyət etməyi bacaran Arbeloa-la görən hansı baş məşqçiyə qarşı bu münasibətdən sonra Reala gələr? Zidane.
Zidane yeganə bəlkə də avtoritetdir ki, hansı ki özü onu eləyə bilər də. Zidane- Yəni özü Perezə qarşı qoya bilər. Zidane o komandaya gəlsə, Zidane o Vinicius'dur, Mbappé'si. Fərqi yoxdur da. Oyunçunun belə gəl açıqdan danışaq da. Alonso oyuncu kimi super oyuncu olub. Düzdür qardaş? Başın dünya çempionu. Yox, indi mən nailiyyətlərindən danışmıram, amma o nailiyyətlər Var, optu var da, Arbeloa'da da var o nailiyyətlər. Belə Oradan Allah. Belə dərin O keçir. dünya çempionu o. Hə, amma ki Alonso bir ağıl kimi, komandanın əsas bir oyunçusu kimi, Mourinho var, strukturu, dayağı Alonso köhnə belə Crosson yerinə gəldi də. Arbelo sadəcə nəyə görə başladı oynamağa? Çünki həmin vaxtı Realda başqa sağ müdafiəçi yox idi. Ramos bir keçdi mərkəzə. Arbelo da ki stabil bir oyunçu idi. Oynasın Ramos cavan, Pepe cavan, onu belə eləyir. Vaskisdən əvvəlki Vaskis. Sonra da Carvajal gəldi, Arbelo oturdu belə deyək də, ikinci heyətə düşdü. Özü gələndən sonra Carvajal'a saldı ikinci heyətə. Nəysə o başqa söhbətdir. Hə, elə oldu da. Elə oldu. Kimsə mən Sadəcə onun onunla bağlı olmasını düşünmürəm. Mən düşünürəm. 100% düşünürəm. Başa düşün, milyard faiz. Çünki mən Carvajal'ı buraxardım Trentin yerinə. Birinci oyunda da, ikinci oyunda da. Məsələn açıq deyir. Trent yaxşı oynadı Bavariyada. Yox da, bəs türündə. Hə, Kane-lə geç Luis Diaz ediyoruz gol vuran zaman. Luis Diaz onu o qədər fırlatdı ki, qaqam səhər şeyə getdi. Masaja zalı getdi. Ad nədir? Fugara sütun deyirlər. Nə deyirlər onlara? Sütun deyirlər. Yerindən qaçmışdı. Diski zadı qaçmışdı belində. Başa düşsən biz Trentdən yəni biabırçı müdafiə gözləyirik də, yaxşı oynadı müdafiədə. Bir-iki dəfə səhv Gör biz nə gündəyik ki, belə deyək. Gör biz nə gündəyik ki, Trentin normal oynamağına yaxşı deyirik. Onda yetim Menzi getsin ölsün. Menzi də bəyənmirlər. Deyirlər Menzi şeydir. Menzi deyir, Alisə bir dəfə də Menzi bir dəfə də olsa onu səni saxlaya bilmədi. O da nə məsələdir? O statistikaya, o topu komandaya qaytarılması statistikası olmadı da. Çünki birbaşa Alisədən top götürmürdü. Amma bəs Alisənin Carrerasdan fərqli olaraq Menzidən biraz qaçmasından, biraz ayıb Menzi biraz mərkəzə qaçım söhbətindən heç kim niyəsə də danışmır. Menzi orada Bir dəfə də heç kim keçmədi Menzini. Son 21 oyunda. Ötürmələri, keçməkləri, hücuma getməklə hücuma da gedir. Zidane aurası başlayır. Mən burada bir sual verirəm ki, niyə onlar o penala baxmadılar? Jonathan Tah Menzini tutanda. Hə, mən maraqlı. Orada hakimi çox şeydə qatmaq istəmədim. Niyə? Mən hakimi qatmaqsan, hakim ona baxmadı. Hakim qırmızı verdi. Hakim onu elədi. Hakim bunu mən heç vaxt xoşlamıram ki, deyim ki, hakimi hesabına kimsə keçdi. Yox, onun deməklə Bavariyanın belə deyək də layiqli qələbəsinə heç kim danışa bilməz. Dana bilməz. Danmasın və s. Amma ki o xırda belə deyək də şeylərlə, moment, epizod nüanslarla komandanı sındırırlar. Saç mən maraqlıdır. Bax, bəzi türk mənbələri indi türk mənbəsini niyə görə deyirəm? Çünki Arda haqqında çox söhbət gəzir o söhbətin içində. O xəbərin içində Arda tez-tez adı çəkilirdi. Yəni mən belə başa düşürəm ki, türk mənbələri bunu Bavariya keçsəydi Arda'nın adı daha çox olardı. Arda'ya şəxsən Erdoğan yəni qızıl top hazırladı ona. İndi məsələ nədir? Aparacaqlar. Bax deyirlər ki, güya ki oyundan sonra Florentino Perez girdi. Paltar dəyişmə otağında. Paltar dəyişmə otağında Ardanı qovdu, deyir, qaqa bala sənlik deyirsən get, mən bunları döyəcəm. Məsəl üçün də bilsən niyə görə oldu da o? Bilsən niyə görə elə dillər? Arda ən birinci çıxdı. Görməmsən? Hə, güya ki də möhtəşəm xəbər uydurması, amma təsəvvür edək ki, bu uydurma deyil. O oyunçulara görə nə deyə bilər ki? Özü oyunçular Çində oturdu. Özü oturdu Çində oyunçuları. O məsəl üçün deyə bilərsə ki, kim nə istəyir, onu da eləyir. Elədir də. O şəraitə axı öz vaxtında Xabi Alonso və oyunçular arasında seçimi Perez edərdi də. Mən də oyunçuları seçərdim. Oyunçuları seçdiyində Xabi Alonso'nun müqayisədə sabah hansı baş məşqçi gəlib deyəcək ki, məsəl üçün, hə mən Realda öz perspektivimi görürəm. Sabah məsələn Yusuf problemi oldu. Bir aydan sonra qovurlar. Nəyə görə? Çünki Yusuf daha üstün tutur. Məsələ bir şey var ki, Perezin bir şeyi var ki, mən Perezi xoşlayıram, amma səhvlərini də dana bilmərəm. O nüanslar da var. Bu zəhmət olmasa məşqçilər cəhətdən onun həmişə problemləri olub. Ömür boyu da belə deyir. Del Bosque birinci gəlmək. Bir də Zidane-la problem olub. Yox, o da necə olmadı? Zidane bunu qırdı. 2 dəfə məktub yazdı Zidane gələndə. İkisində də yazdı. Sizin hər şeyinizə sağ olun. Birinci gəlişində o Del Bosque ona görə çıxartdı ki, Del Bosque Reala yaraşan bir məşqçi deyildi.
O adla çıxartdılar. Hierro da ona görə çıxartdılar ki, belə deyək, lider idi və köhnə oyunçular daha üstün tuturdu. Makelelini də hamı bilir. İkinci gəlişində o səhvləri başladı düzəltməyə. Və Mourinho, belə deyək də, Pellegrini Alonso'dan güclü məşqçidir. Kim nə deyirdisin? Manuel Pellegrini. Pellegrini mən çox yüksək dəyərləndirirəm. O Ancelotti style məşqçidir. Sadəcə belə də mini Ancelottidir. City çempion elədi. Real'la 96 xal yığaraq ikinci yer tutdu. Bir nə qədər gülməli olsa da biz gedib bütün başqa çox underrated. Hə, 96 xal da. Hə, dalacan Mourinho hegemonya Barselonanı saldı aşağı, məhv elədi. 100 xal yığdı. Nə bilim hər şey yutdu Çempionlar Liqasından başqa. 8-də 1 keçə bilmirdi. 3 il, 4 il dalbadal yarım finalda. Dalacan Ancelotti gəldi. Dalacan Zidane gəldi. Dalacan sonra Lopetegui gəldi. Lopetegui. Qardaş, Lopetegui Real'ın oyunu. Real'ın oyunu bilsən nədir? Real ulduzlardan ibarətdir. Və Real'da tiki-takadır, horizontal, vertikal oyun bacarmır bu komanda. Bu komanda odur ki, qardaş. Sən düzgün oyunçuları, düzgün formada olan oyunçulara düzgün konstruktor yığmalısan Bəli. onlardan. Sən orada Zidane həmişə Zidane'ın taktikasına baxırlar ki, Zidane Bavariya qarşı belə deyim də simmetrik olaraq taktika ilə çıxırdı. Bavariya necə oynayırdı, Zidane də elə oynayırdı və biz üzbəyiz komanda çaşbaş düşürük ki, ya bunlar neyini? Bu arada Zidane'ın taktiki cəhətdən zəif olması məsələsi mən çox yanılır insanlar. O qədər prosta stilistikası yox idi konkret olaraq. Fərqli stilistikada çıxış edə bilirdi. Hı? Zaminləri zəif idi. Gecəliydi. Hə, o da yadımda. 90-da zətdə eləyir zaminləri. Amma bəzi böyük Çempionlar Liqası macəralarında qarşılaşmalarında Zidane taktiki cəhətdən oldu. Bizən kim deyəndə ki, Zidane taktiki Zəifdir. O insan prosta məsələn ki, Zidane oyuna bax. Xahiş edirəm ki, Zidane taktiki zəif demək, o bizdən nədir? Elə bir ki, futbolun tarixinin ən yaxşısını söyməkdir. Nəyə görə bax Ancelottiyə o boyda güvəni vermirlər? İndi o pişi danışsaq da, yəni dünyada 0 Real keçdi. Real keçdən onlara qarşı münasibət bəllidir. Zidane. Çünki bunlar Guardiola kimi tiki-taka oynatmır. Konkret stilistikası yoxdur. Klopp kimi gegenpressing oynatmır. Qardaş, bax sən buraxışın əvvəlində misal çəkdiyin bax City oyunu 1-1. Ancelotti avtobus oynatdı. Məsəl üçün o Atletico nümunə olur ki, bax qardaş, mən sənin Atletico'nun da oyununu oynayıb gəlib burada hoqqa verə bilərəm. Çempionlar Liqasının növbəti mərhələyə keçə bilərəm. Ya da və yaxud da əks-hücum oynadıb Mourinho'ya göstərə bilərdi ki, bax mən sənin kimi əks-hücum oynadıra bilərəm bu Realda. Yəni bu başqa məsələdir. Sir Alex Ferguson stylında bir şeydir. Çünki Sir Alex Ferguson bir komandada olsa belə, o da əslində Ancelotti, Sir Alex Ferguson onları bir tipli qoca məşqçilər siyasətine qatıran, çünki onlar hər şeyi istənilən taktik gedişlərlə qarşıma çıxa bilər. Ferguson dahi bir adam idi. Onu heç kim dana bilməz. İndi Liverpoolun bəzi azarkeşləri çıxmaq şərti ilə. Amma bir şey dünyası var ki, deyirlər Guardiola taktika, tiki-taka təşkil. Klopp gegenpressing. Burada bir sual yaranır. Yaxşı, Ancelotti nə Zidane və bu iki məşqçi hansı nə nailiyyət qazanır? Nailiyyət cəhətdən əlbəttə ki, Ancelotti və Zidane daha uğurludur. Sadəcə səncə futbolda saxladığın iz məsələsi var da. Biz qəbul etməliyik ki, Guardiola futbolu dəyişdi. Yox, dəyişdi, mən sənə razıyam. Komanda bu azından Arteta deyil ki, o qədər pul xərcləyib heç kim bacarmır. Xərcləyir və nəticə verir. Belə deyək, Klopp az xərcləyirdi və nəticə verirdi. O nüans oydu. Zidane heç nə xərcləmədi, nəticə verdi. Zidane demək olar ki, hazır heyət. Razıyam, yaxşı. İndi hazır heyət. 2 dənə heyət var. 3 il dalbadal eyni heyətlə oynadı da. Bizə o nüans var. Hə, orada kosmetik dəyişikliklər oldu da belə. 3 il sən dalbadal eyni heyətlə oynamağın çox çətin bir şeydir. Bütün komandalar başa düşür ki, sən necə oynayırsan. Hansı taktikanı istifadə edə bilərsən. O çox bir çətin, ağır bir şey. Qardaş, PSG-yə qarşı bu insan Lucas Vazquez, Asensio, Ronaldo'ya çıxırdı. Zən Bavariya qarşı Zaman girirdi, Asensio, Lucas Vazquez. Ancelotti də yadımdadır. Alaba, Carvajal Kamavinga müdafiəsini oynayırdı Chelsea qarşı. Hələ demək istəyirəm Mərkəzdə, ki, bu məşqçilər mən razıyam. Heç kim demir Guardiola yoxsa Klopp pisdir, əstəğfurullah. O əlbəttə ki, ikisi də dahi bir məşqçidir. Sadəcə o belə deyim, məşqçilər, baş məşqçilər, Reala yaraşan baş məşqçilər deyil. Hə, Reala daha azad stildə, daha
azad stildə keyfiyyət yox, kəmiyyət cəhətdən lazımdır ki, mən konkret bir stilistikada yox, mən fərqli stilistikalarda hamısında yaxşı bir səviyyədə bir məşqçi olmalıyam və fərqli bir stilistikada oynatmalıyam. Və daha çox əlbəttə ki, futbolçulara azadlıq verməliyəm o cəhətdən ki, bacarıqlarını nümayiş edə bilsin. Əlbəttə ki, Realın fərqi o idi və nəticə olaraq o qalır ki, indiki baş məşqçilər seçimin arasında qalsam, əlbəttə ki, Zidanı istəyərəm, bir mənalı. Sadəcə mən inanmıram o gələr. Alonso gedəndən sonra Zidane gəlməli idi. Yox, Zidane gəlməyəcəkdi. Çünki burada ortada əsas Fransadan zəng gəlirlər. Orada Zidana görə Fransa Futbol Federasiyasının prezidentini işdən çıxardıblar da, belə deyək. Sadəcə Fərman, bax, sənin bax sözündən ağzından çıxarıb saxlayaraq onu davamlı gətirmək istəyirəm. Bizim bu buraxılışdakı uzun belə viable bir podkast oldu. Daha çox konkretikaya yox, belə fikirlərimizi bölüşdəsi olduq. Çox əladır məncə. Məncə azarkeşlər də bəyəndi. Sadəcə son mövzu olaraq da belə axırıncı fikirlər olaraq çox adamın gözünə dəyir 2 il ərzində bizim heç bir kubok qazanmamamız. Şəxsən mənim vecimə deyil. Mən daha çox oyunu istəyirəm ki, düzəlsin, sonra artıq oyun və digər belə mənəvi, siyasi məsələlər komanda düzəlsin. Ondan sonra ya özü titullar özü gələcək. Mən bu fikirdəyəm. Komanda nəyi dəyişməlidir sizcə? Hansı yönlərdə getməlidir? Formanı. O 3 xəttləri basmaq istəyirəm. O qara xəttləri. Qara xətt. Yox, qara xəttlərdən başqa. Məncə Ferisəyirdir, Fəridin sənin çıxış yolu var. Yox, dəyişirlər də deyirlər bənövşəyə rəng olacaq. Yəni Fərid səncə də o cür milyarddan qiyməti olan komandanı bir dənə o qara. Yox, qaranın üstə qara narıma, ağın üstə qara getmir. Çox qlobal bir problemdir. Uşaqlar 2 il Adidasla ərzində söhbət eləmək lazımdır. Yollayacağam səni. 2 il ərzində nə dəyişməlidir? Bu 2 ildən sonra nə deyə bilərsiniz? Mən deyim nə dəyişməlidir? Azından 6 oyunçu getməlidir. Azından. Alaba nömrə 1. Alaba mən saymıram. Mastanton da saymalı. Lunin getməlidir. Bir mənə. Yox qardaş, getməlidir. O vaxtı gəlib. Niyə getməməlidir Fərid? Vaxtı gəlib. İkinci qapıcı kimi yaxşı. Yox, ikinci qapıcı kimi yaxşı. Rolundan da razıdır. Hə? Rolundan da razıdır. Əgər okeydə rol, prosta sadəcə bizən Kurtuğa da yaşdaşır. Əslində Kurtuğun əvəzinə cavan bir qapıcı gəlməlidir. Hansı ki Kurtuğa gedəndə onu əvəzləsin. Mən onu elə görürəm. Sözdən çıxır. Məsələn, Kurtuğun əvəzinə bilmirəm də o qədər qapıcını getsin axtarsın, o da mənim işim deyil də dayda. Orada pul alırlar. Kurtuğa məsələn mən açığı Lunini Kurtuğun əvəzi görmürəm. Bir mənalı. Yox, o kim görür? 23-24-də görürdümsə, bu mövsümdə bu durduğu oyunlarda görmürəm. O heç onu qoydu. Getməlidir. Bax Carreras getməli. Yox, Carreras qalsın, cavan deyiləm. Frank getməlidir. Trent təzə gəlib, inanmıram getsin. Azad agentləri başı nəzərə almalı. Hə də. Frank getməlidir, Ceballos getməlidir, Camavinga getməlidir, Vinicius getməlidir, Mastantuono getməlidir, Rodrigo getməlidir. Sonra kimlər var orada? Şurada komanda. Yox, hücumçu Endrick getməlidir. Endrick valla mən deyirəm Mariano Diaz yadıma düşür. Getdi Lyonda 30 gol vurdu, gəldi 7 nömrə, bir dənə Roma'ya gol vurdu, ondan da çıxdı getdi. İndi Alavisdə qaç. Barcelona'da zamendən sonra. 20 saniyə. İndi də gəl orada burada nəvəsinə danışacaq ki, qaqa babam bilsən nə? Partladır deyə Realda da başa düşdü. 10 ildə oturdu İspaniya millisindən gözləyək ki, bunu çağıracaqlar. Dominikana imtina elədi. Bilirsiniz də onu? Sonra axırda getdi. Axırda da İspaniyada yox, İspaniya çağırdı, Dominikan da çağırmadı. 3 dənə yoldaşlıq oyun keçirir cəmsi. Bizən heç nə oldu da bunun karyerası. Nəysə, sözüm onda deyil. Deməksə onların əvəzinə əsas bir dənə yarım müdafiəçi gəlməlidir. Çamini yazıq birazdan dil açıb yox, hər bir dildə danışacaq ki, mənə əvəz et. Rodri söz söhbətləri. Rodri qocadır. 100% tempi idarə edə bilən bir. 100%. Bildiyin mərkəz yarımdaşıcısı. Yeganə klubda mərkəz yadı bər Ceballos-dur bilin. O da ki yazıq. O da vəbşə klubdadır vəbşə. Bir də bu arada Pitaç. Amma o da çox gənc. Sən Niko Paz deyirlər. Yaxşıdır, amma Real 10 nömrə ilə oynamır da. Real məncə artıq səninlə söhbət edirəm. Mən hardan gəlib çıxdım ki, Mbappe ilə Vinicius birlikdə alınmır. Bir ara mən deyirdim ki, yarım müdafiəçi olmalı ki, biz bu Mbappe ilə Viniciusu görək də. Vitinha kimi bir oyunçu gəlmədi, baxaq ondan sonra. Sonra mən başa düşdüm ki, Realın beyni biraz qabağa gedib, 10 nömrə tərəflərə gedib. Ki, Jude Bellingham 10 nömrə, yarı 10 nömrədir. Arda Güler daha çox 10 nömrədir. Niko Paz 10 nömrədir. Yəni biz daha çox 11-ci, 12-ci illərə qayıdırıq da, hardakı beyin arxada yox, biraz ortada, qabaqdadır, özünü kimi də. Yəni
Amma bu oyunçu olanda belə o təhlükəli məqamlar yaradanda belə bu iki dənə oyunçu, onlar bunu reallaşdıra bilmir öz şəxsi problemlərinə görə. Ona görə mən beyində artıq problem axtarmıram. Baxaq görə indi yan müdafiə kim gətirəcək, amma bir xəbər də var ki, Niko Pazı deyirlər gətirəcəklər 8 milyona. Müqavilə var da, bənd var ki, 8 milyon qaytara bilərlər və 70-80 milyon satacaqlar həmin yayda. İndi o ola bilər, amma bir nüans var nədə? Sən dediyin Özil vaxtında Özil beyni idi qabaqda, hücumda. Amma oyunu idarə edən Alonso idi. 13 Onu Rodri ilə 12-13 mövsümündə Klopp öz oyundan sonra intervyuda dedi ki, ikinci oynası idi, siz nətər Real gəlib 4-1 utdunuz. Deyir mən heç nə, mən deyim ki, sadəcə Alonsonu saxlayın. Bir dənə Alonso ilə Real çökdü. Demək istəyirəm ki, Reala belə bir oyuncu Kroos, Modric nə olsun, Modric ara ötürmələri eləyirdi, hücuma gedirdi. Onları heç müqayisə etmək də heç. Amma Kroos bütün temp Kroosdan keçirdi. Kazimir öz deyir ki, biz Kroos necə istəyirdisə, biz elə də oynayırdıq. Bəlkə də sualın cavabı son 2 ildə uğursuzluğun nəticəsi Toni Kroosun getməyi. O da ola bilər. Toni Kroosun daha doğrusu əvəzinə heç kim gəlməməyi. Əvəzdən heç kim gəlmədi. Bəli. Heç kim almadı. Çünki azad agent o mövqedə oynayan azad agent yox idi sadəcə bildin necə bazarda. Belə olsaydı almadı da bilirsən. Amma məncə açıq desəm, istərdim Vitinha gəlsin, istərdim Olise gəlsin. Heç kim satmayacaq. Perezin bir nüansı var ki, indi sən bəyənmirsən Perezi, amma Perez Figo'nu Barcelona vaxtı ikən gətirir. İstəsə kimi istəsə O gətirər. kimi istəsə gətirə bilər. Sən də rəhbər indiki uğurlarınla nəsə göz qamaşdıra bilmirsə, köhnə uğurları yada salır. Yanına saxla ki, o bizdə bir deyiş var, şir həmişə şirdir. Deyil də. Şirdir. Deyil ki, yəni onu yadında saxla ki, o prezident istədiyini eləyə bilir. Hər bir klub arzulayardı ki, onun elə bir prezidenti olsun. Sözsüz ki. Biz də ona görə oturaq şükür eləyək. Yaxşı, bu möhtəşəm sonluqla biz oturaq ona şükür eləyək. Biz gedirik yəni ki, şükür eləməyə. Belə başa düşürəm podkastın sonlarında. Uşaqlar, bizim belə necə deyirlər, çay içib danışmırdıq, biz onu içib danışırdıq. Bizə belə xoşdur. Biz belə oturub söhbətləşirik. Dərdimizi açan bir podkast oldu. Daha belə konkretika getmədi, ümumi fikirlər bildirdik. Siz də Real haqqında fikirlərinizi yazın. Problem nədir? 2 il ərzində belə uğursuzluğun səbəbini siz harda görürsünüz? Rəhbərlikdə, oyunçularda, baş məşqdə və s. və axır mütləq şeylər yazın və gəlin bu videonu maksimal şəkildə təbliğ eləyək. Həqiqətən biz istəyirik ki, bu video daha çox Madristanı əhatə eləsin və hər kəsin bir fikrini. Perezə çatsın. Perez çatdı vecinədir. Yanındakılara qulaq asmalı ki, bizə qulaq assın. Uşaqlar, bütün bizim sosial şəbəkələrimiz aşağıdadır. Unutmayın ki, biz tək YouTube platformasında yox, həm Telegram, həm Instagram və TikTokda varıq. Çox sağ olun ki, bizi izləyirsiniz. Xoş istirahətlər sizə. Hala Madrid. Perez ürəksən. ريال مدريد حلال